İmtahanın izahını verəcəm. 2-ci sinif şagirdimiz sınaq imtahanında iştirak edib və onun testinin izahını bütün 2-ci sinif şagirdlər üçün verəcəm. Azərbaycan dilindən olan testlərin izahını verəcəm. Birinci sualdan başlayaq. Hansı bənddə cümlə verilib? Biz bilirik ki, cümlə bitmiş fikir ifadə edir. Qorxulu hadisə söz birləşməsidir. Maraqlı kitab söz birləşməsidir. Kitab sadəcə sözdür. Soyuqdur cümlədir. Bəli, doğru cavab olur D variantı. Hansı bənddə söz birləşməsi verilib? Külək əsir bitmiş fikirdir, cümlədir. Soyuducu sözdür. Qışdır cümlədir. Yadınızda qalsın ki, əziz şagirdlər, bir sözdən ibarət də cümlə ola bilər. Səliqəli uşaq, bəli, söz birləşməsidir. Hansı bənddəki sözün iki müxtəlif mənası var? Gül. Baxın, uşaqlar, gül, biri var həyətdəki gül, çiçək, biri də var gülmək feili. Yəni, ad bildirən söz kimi həyətdə bitən gül, çiçək, hərəkət bildirən söz kimi gülmək feilini düşünmək olar. Baxın, iki mənasını tapdıq. Doğru cavab olur A variantı. Davam edək. Quşların çoxu ot, meyvə, həşərət yeyir cümləsində sonunda hansı işarə qoyulmalıdır? Quşların çoxu ot, meyvə, həşərət yeyir. Fikir bitdi. Nöqtə. Ahəng qanununa tabe olmayan sözü tapın. Biz bilirik ki, sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Sözdə ahəng qanuna tabe olması üçün saitlərin hamısı incə olmalıdır və yaxud hamısı qalın sait olmalıdır. Həm qalın, həm incə sait olarsa ahəng qanununa tabe olmur. Şair sözündə A qalındır, İ incədir. Ona görə də ahəng qanununa tabe deyil. Məsələn, qalın sözündə A, I qalın saitlərdir. Açıq sözündə A, I qalın saitdir hər ikisi. Ahəng qanuna tabedir. Mahnı sözündə də A, I ahəng qanuna tabedir. Çünki hər ikisi qalın saitdir. Baxaq 6-cı testimizə hansı bənd əlamət bildirən əks mənalı sözlər verilmişdir. Baxın, əlamət bildirsin. Həmçinin əks mənalı olsun. Diqqətli olaq. Dost, düşmən. Dost, düşmən əks mənalıdır, amma əlamət bildirmir. Dost, kim? Dost, düşmən, kim? Düşmən. Ad bildirən sözdür. Gediş, gəliş əks mənalıdır, amma hərəkət bildirən sözdür. Qapı, pəncərə. Bunu yaxın mənalı kimi nisbətən düşünə bilərik. Varlı, kasıb. Varlı, kasıb əks mənalıdır və varlı insan, necə nə cür insan, kasıb insan, necə nə cür insan əlamət bildirir. Həm əlamət bildirir, həm də əks mənalıdır. Hansı sözlər həm ad, qapı, pəncərə burada yaxın mənalı sözlərin birləşməsinə yaranan mürəkkəb söz kimi düşünə bilərik. Hansı sözlər həm 7-ci suala baxırıq. Hansı sözlər həm ad, həm də əlamət bildirir? Baxaq. Həm ad bildirsin, həm də əlamət bildirsin. Min, 40. Minmək feili kimi düşünə bilərik. Həmçinin min say kimi. 40-ı da feil və say kimi düşünmək olar. Bizə deyir ki, ad və əlamət bildirsin. Bizim şagirdimiz sıx və yaz yazıb. Sıxı əlamət kimi düşünə bilərik. Həmçinin ad bildirən söz kimi yox, feil kimi də düşünə bilərik. Sıxmaq feili kimi. Yazı ad bildirən söz kimi düşünə bilərik. Məsəl üçün yaz fəsli. Bir də yaz. Nəyə et? Yaz. Yazmaq feili kimi düşünə bilərik. Bizə deyir ki, həm ad, həm də əlamət bildirən söz kimi düşünək. Göy. Məsələn, bir var göy, səma mənasında ad bildirir. Bu cür düşünsək. Göy rəng mənasında olarsa əlamət bildirir. Bax, həm ad, həm əlamət bildirir. Yaş. Yaş nəm, yaş paltar mənasında olarsa əlamət bildirir. İnsanın yaşı mənasında olarsa ad bildirir.
Həm ad, həm əlamət bildirən söz kimi düşünə bildik hər ikisini. Doğru cavab olur B variantı. 8-ci suala baxırıq. Hansı söz birləşməsinin tərkibində əlamət bildirən söz var? Gül dəstəsi. Baxırıq ki, ad bildirən sözlərdir. Məktəbli çantası. Aha. Burada da ad bildirən sözlərdir. Mahnı oxumaq. Mahnı isim, oxumaq, mahnı ad bildirən sözdür. Oxumaq hərəkət bildirən sözdür. Yağışlı hava. Necə, nə cür hava? Yağışlı hava. Yağışlı əlamət bildirir. Hava da ad bildirir. Əlamət bildirən sözə rast gəldik. Bax, buradakı məktəbli sözü çaşdırmasın. Məktəbli ad bildirən sözdür. Hansı bənddəki söz keyfiyyət bildirmir? Mülayim bildirmir. Mülayim, ağıllı, əməksevər keyfiyyət bildirir. Çəhrayı isə əlamət bildirir. Hansı bənddə sözün sonunda la şəkilcisi artırılmamalıdır? Şirin meyvələr, yaşıl yarpaqlar, uca binalar, bir uşaqlar. Baxın, əziz şagirdlər, lar şəkilcisi çoxluq bildirən şəkilcidir. Cəm şəkilcisidir. Lar şəkilcisi artırılırsa, məsələn, şirin meyvə də ola bilər, şirin meyvələr də ola bilər. Yəni, meyvələr, bir meyvədən də söhbət gedə bilər, bir neçə meyvədən də. Yaşıl yarpaqlar. Yaşıl bir yarpaq da ola bilər, çoxlu yarpaqlar da ola bilər. Uca binalar. Uca bina da ola bilər, binalar da ola bilər. Bir uşaq, baxın, bir uşaq. Bir uşaqdan söhbət gedir, düzdürmü? Bir uşaqlar deyəndə bir uşaqlar, yenə də bir uşaqdan söhbət gedir də, bu cəm şəkilcisinin bura artırılması düzgün deyil, yanlışdır. Cəm şəkilcisi ilə işlənməli deyil. Bir uşaq da desək, bir uşaqlar, bir uşaqdan söhbət gedir. Burada artıq təkdə işlənməlidir. Müəyyən miqdar sayından sonra. Davam edək. Hansı bənddəki sözü tamamlamaq üçün ancaq qalın saytlərdən istifadə edilə bilər? Burada maşın sözüdür. Maşın. Doğru cavab A variantıdır. Bir qədər aydın görünmür testimiz. Verilmiş cümləyə uyğun fikir hansı bənddədir? Kəndimizdə havalar çox soyumuşdu. Qar hər tərəfi ağ yorğan kimi bürümüşdü. Kəpənəklər çiçəkdən çiçəyə qonurdu. Biz cümləni oxuyanda kəndimizdə havalar soyunmuşdu, qar yağır, yəni hər tərəfi ağ yorğan kimi bürümüşdü. Burada aydın olur ki, hansı fəsildən söhbət gedir? Qış fəslindən. Biz də qış fəslinə aid olan cümləni seçməliyik. Kəpənəklər çiçəkdən çiçəyə qonur, bu yaz fəslinə aiddir. Yanvar ayının ilk günləri idi. Bəli, bu artıq qış fəslinə aid ola bilər. Ağaclar çiçək açmışdı, yaz fəslidir. Dağların ətəyində lalələr bitməyə başlamışdı. Bunu da yaz fəsli kimi düşünürük. Hansı sözlər yazılışı səhvdir? Kitab, radio, düz yazılıb, qələm, dəftər yox, dəftər olar. Bəli, doğru yazılmışdı testimizdə. Doğru cavab olur C variantı. O ilə yazılıb, A ilə tələffüz olunan sözlər cərgəsini göstərin. Kotan, opera. Oktyabr, forma. Forma demirik ki, forma deyirik. Kompüter yazılır. Kompüter deyilir. Samovar yazılır. Samavar deyilir. Doğru cavab olur C variantı. Ad bildirən yaxın mənalı sözlər cərgəsini göstərin. Qovun, yemiş. Ad bildirsin və yaxın mənalı söz olsun. Baxın, gözəl, qəşəng, yaxın mənalıdır, amma əlamət bildirir. Oturmaq, durmaq. Bu ümumiyyətlə əks mənalı sözdür. Hərəkət bildirir, əks mənalıdır. Baxmaq, görmək. Bu hərəkət bildirən sözdür. Qovun, yemiş, bəli, ad bildirir, həmçində yaxın mənalı sözdür. Hansı bənddəki sözlərin iki müxtəlif mənası var? Pozan, tut. Pozanın bir mənası var. Tutu həm meyvə tut kimi, həmçinin də tutmaq feili kimi düşünə bilərik. Həm yeyilən tut, həmçinin də topu atıram tut, tutmaq feili. Bizə deyək, hansı bənddəki sözün iki müxtəlif mənası var?
Maşın, küçə, stol, kitab, at, yay. Baxın, atı biri var, atmaq feil kimi düşünə bilərik. Məsələn, qələmi yerə atma. Məsələn, lazımsız, yararsız əşyaları zibil qabına at. Atmaq feili kimi düşünə bilərik. Bir də var at, heyvanat. Ad bildirən söz kimi düşünə bilərik. Yəni atmaq, hərəkət bildirən söz kimi, həmçinin də atı ad bildirən söz kimi düşünə bilərik. Yəni isim kimi. Yayı, biri var yay fəsli. İlin 4 fəsli var. Yaz, yay, payız, qış. Belə ad bildirən söz olur fəsil mənasında. Amma yaymaq feili olanda anam xəmiri qaba yayır. Yaymaq hərəkət bildirən söz olanda, yəni feil kimi düşünürük. Görürsünüz, iki mənada oldu yay. Biri var yay fəsil, biri var yaymaq, hərəkət bildirən söz. Həmçinin at. Biri var heyvanat, ad bildirən söz. Bir də var atmaq, qələmi yerə atmaq. Feil kimi, hərəkət bildirən söz kimi düşünmək olur. Doğru cavab olur B variantı. 17-ci suala baxırıq. Sakit uşaq söz birləşməsində sakit sözünün hansı əks mənalı sözlə əvəz etmək olar? Əks mənalı sözlə. Sakit, hər sakit uşaq savadlı deyil. Həmçinin də yəni heç yaxın mənalısı da deyil. Həmçinin əks mənalısı da deyil. Sakit mehriban deyil. Bizdən əks mənasını istəyir. Çalışqan, dəcəl. Bəli, sakitin əksi dəcəldir. Söz sırasını tamamlayın. El, oba, yurt. Bəli. Doğru yazdım. Neçə hərəkət bildirən söz var? Atır, hərəkət bildirən sözdür. Yat, yatmaq feili, hərəkət bildirən sözdür. Bax, baxmaq, hərəkət bildirən sözdür. Gecə hərəkət bildirmir, gündüz hərəkət bildirmir, əldə hərəkət bildirmir. Doğru cavab oldu B variantı. Hansı söz birləşməsinin birinci tərəfi ad bildirir? Baxaq. Acı biber, birinci tərəf acıdır, əlamət bildirir. Dad bildirənlərə aiddir. Sarı çiçək, sarı əlamət bildirir, rəng bildirir. Şirin söz, şirin əlamət bildirir. Quşların səsi, birinci tərəf quşların sözüdür. Quşlar, yəni quş nə? Quş B variantıdır. Doğru cavab ad bildirən sözdür. Nəqli cümləni göstərin. Biz bilirik ki, nəqli cümlənin sonunda nöqtə qoyulur. Yəni cümlə də bitmiş fikir ifadə edir. Zəmbil ağırdır. Bəli. A bəndi cavabımız ola bilər. Lalə, çantanı səliqəyə sal. Bu əmr cümləsidir. Dərs neçədə başlayır? Sual cümləsidir. Yaşasın Azərbaycan. Bu isə nida cümləsidir. Hansı sözlərin tələffüzü fərqlənir? Böyük, balıq, şirin. Balıq fərqlənir. Amma digərləri fərqlənmir. Ayı fərqlənmir, gözəl fərqlənmir, ilan fərqlənmir. Cavab ola bilməz. Otaq sonu x olur, fərqlənir. Ayı fərqlənmir, şirin fərqlənmir. Otaq fərqlənir, böcək sondakı k hissəsini verir. Balıq sonda q hissəsini verir. Doğru cavab olur D variantı. Hansı söz hərəkətin indi baş verdiyini bildirir? Oxuyacaq. Acaq varsa gələcək zamandır. Nəğmə, ümumiyyətlə nəğmə isimdir. Burada yəni ad bildirən sözdür. Burada hərəkət görmürük. Gəlir, ır varsa indiki zamandır. Bizdən də hərəkətin indi baş verdiyini soruşur. Doğru cavab olur B variantı. Oxudu, di, du varsa keçmiş zamandır. Davam edək. Hansı mədddə hərəkətin həm keçmişdə, həm də gələcəkdə baş verildiyini bildirən sözlər vardır? Oxuyacaq, acaq varsa dedik gələcəkdir. Aldı, d varsa keçmişdir. Oxuyacaq, üst-üstə burada oynayacaq imiş. Oynayacaq yenə də gələcəkdir. Oxuyacaq, gələcəkdir, oxuyur indikidir.
Oynayır, indikidir. Oynayırdı, keçmişdi. Bilir, indikidir. Biləcək, gələcəkdir. Bizdən nəyi soruşurdu? Keçmiş və gələcəyi soruşur. Doğru cavab olur A variantı. Hansı əmr cümləsidir? Durğu işarələri buraxılmışdır. Yaşasın Azərbaycan nida cümləsidir. Test suallara cavab ver. Bəli, bu olur əmr cümləsi. Çanta ağır idi. Nəqli cümlədir. Mən oxumağı xoşlayıram. Nəqli cümlədir. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.